Biləsuvar rayonunda orta məktəbdə insident olub. Məlumata görə hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib. Təhsil müəssisəsinin 44 yaşlı müəllimi ilə valideyn arasında mübahisə olub. Məktəbin bufetində davam edən mübahisə zamanı müəllim valideynin dizinə vurub və sonra onlar əlbəyaxlı olaraq yerə yıxılıblar. Zərər çəkən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Faktla bağlı müəllim saxlanılıb və barəsində prokurorluq tərəfindən inzibati protokol tərtib olunub. Müəllim ifadəsində bildirib ki, valideyn direktor müavininin otağına girərək yüksək tonla danışıb. Ona xanımla belə danışmamalı olduğunu bildirsə də, valideyn müəllimi söyüb və o da əsəbləşərək otaqdan çıxıb. Valideyn onun arxasında düşərək bufetə gəlib və tərəflər arasında dava olub. Zərərçəkən isə bildirib ki, oğlunun digər şagirdlərlə dalaşdığını görüb və onları ayırıb. Sonra bu barədə direktor müavini ilə danışmağa gedib. Bu zaman müəllimlə arasında məlum hadisə baş verib. Zərərçəkən ifadəsində müəllimin cəzalandırılmasını xahiş edib. Məhkəmənin qərarı ilə müəllim 300 manat məbləğində cərimələnib.